Hələlik bu catch hissəsi lazım deyil. Burada deyir ki, biz burada istifadəciyə verəcəyimiz sualı qeyd etməliyik. Lakin biz bu sualı bir obyekt halında qeyd edəcəyik. Deməli, obyektimizdə sualımızın key'si olsun message, value'su da olsun, məsələn, URL daxil edin. Deməli, istifadəçi bunu görəcək və bir URL daxil edəcək və onun cavabın adı da olsun, verəcəyi cavabın adı da olsun name ki, biz onu sonra çəkə bilək. Yəni, burada təbii ki, type da verə bilərik ki, type input olsun, hələlik ehtiyac yoxdur. Gəlin bu kodu terminala vuraq, icra edək, görək nə baş verir. Keçmiş komandamız, yes. Gördüyünüz kimi, burada bizdən URL istəyir. Məsələn, yazaq google.com. Heç nə baş vermədi, çünki biz cavabı aldıq. Amma alandan sonra neyiniyək, onu deməmişik. Baxın, onu da burada then hissəsində deyirik. Alandan sonra deyək ki, cavabı konsola çıxartsın. Console answers. Yəni, təbii ki, burada cavab da yaza bilərik. Yəni, cavab yazaq. Cavabı konsola versin. İcra edirik. Google.com. Gördüyünüz kimi kodumuzu burada obyekt şəklində bizim cavabımızı burada ekrana verdi. Biz istəyirik ki, bunu obyekt şəklində yox, emailini məsələn bu google.com-u string şəklində alaq. Bunun üçün də bu URL-ə çatmalıyıq. Onun üçün də təbii ki, cavab.url yazsaq bəs edəcək. Baxırıq google.com. Gördüyünüz kimi artıq biz obyekt şəklində yox, string halında cavabımızı burada görə bilirik. Əla. İndi biz istəyirik ki, bu daxil olunan cavabı biz bir QR kod halına salaq və o QR şəklini skan eləyəndə bizi həmin verilmiş, yəni istifadəçinin yazdığı sayta aparsın. Bunun üçün də əlavə bir modul yükləməliyik və bu modulumuzun adı olacaq QR image. Gəlin yenə bunu da eyni şəkildə yükləyək. npmi QR image. Gedirik, baxırıq, package.json-da, bəli, ikinci modulumuz da yükləndi. Biz bir fs moduldan da istifadə edəcəyik, file system. Sadəcə o artıq daxildə var deyə onu yükləməyə ehtiyac yoxdur, onu sadəcə import edəcəyik. Gedək, indi QR image-i də yenə import edək. Gəlirik burada, import QR from, burada özü çıxmalıdır. Bir də fs-i də import edək, import fs. fs bir file sistem moduludur, yəni ki, fayllarla işləməyə imkan verir Node.js-də. From fs.